diyeyim. Bak. Şu aşağıdaki metoda aşağıdakı Hə? metoda Aşağı. aşağıdakı metoda aşağı. Demək, bax burada iki dənə for var, düzdür? Bax bu içəridəki for nə anlama gəlir? Bax bu for. Bu for bu anlama gəlir ki, qalx yuxarı indi. Qalx həmin cədvəlin yanına. Elə bir deyir ki, bir sətri oxu. Elə bir bax sətir-sətir bunları oxuyur. Sətir-sətir bunları oxuyur. Tamam? Okeymi? Düş indi aşağı. Aha. Qayıdın da ora. Burada print line nədir? Print line bu deməkdir. Qalx yuxarı. Print line bu deməkdir ki, sətrin sonuna çatdınsa, bir dama elə bir enter vur, düş aşağıdan yaz. Sətrin sonuna çatdıqca enter vur, düş aşağıdan yaz. Sətrin sonuna çatdınsa enter vur, düş aşağı yaz. Sətrin sonuna çatdınsa düş enter vur, düş aşağı yaz. Sətrin sonuna çatdınsa enter vur, düş aşağı yaz. Aydındır? Elə bir bunun məqsədi budur. Yəni nə edirik? Bir dənə burada içəridə for qururuq, tələsmə. İçəridə for qururuq. Bu for birinci ərinin içindəki birinci sətri verir. Sonra gəlir bura çatır. Düşür aşağı, sonra ikinci sətri verir. Bax bu sətirlər üçündür də. Bu sonra düşür aşağı ikinci sətri, sonra üçüncü sətri, sonra dördüncü sətri verir. Amma burada bax, bu print line-ı yazmayanda nə baş verir? Print line-ı yazmayanda elə bir hamısını bir sətrə verir. Fikir versən, bax, görürsən? Hamısını bir sətrə verir. İndi print line aktivləşdir. Başa düşmədim yenə də amma. Heç Bax. nə başa düşmədim. Bu nəyi verir bizə? Bu nəyi çıxardır? O bizə cədvəli çıxardır. Hansı cədvəli? Get cədvəllə bax J olanı. J olan deyə, J olan hansıdır? Mənim başım qarışdı. Bir Həmən dəqiqə səhv şey. bax, faiq. Bax, gözlə, tərpətmə. Bu i-dir. Bax, bunlar i-dir. Bax, buna matrisa Aha. bax, bax matris kimi bax. Matris necə işləyir? Gəl belə eləyək. Stop. Sən gəl birinci matrislərlə tanış eləyək. Şeydə bunu Qazaxıstanda sənə keçmişdilər, hətta keçiblər. 100% keçiblər, ola Ola bilər. bilər keçiblər. İndi anlaman üçün sənə deyəcəm indi bax. Açdım. Matris. Okay. Bax matris. Matris budur. Görürsən fayl. Bax bu matrisdir. Açılsın. Mhm. Bir dənə açılsın. Açılmadı ki, nə oldu? Ya bunu açıq. Open. Open image new tab elin ayrı səhifədə. Bax Ya. matrisdir bu. Görürsən? 0, daha doğrusu bir 2 bir 3 ta bir n'ə qədər. Görürsən sətirlər. Bunlar gedir sətirlər. Bax bunlar. Tamam faiq. Və bunlar sətirlər gedir. Okey. Bunlar gedir sütunlar. Okey. Tamam. Bunu anladın Aha. matrisi. Okey. A, birin biri büyük. Başa düşdüm onu. Bizdəki də 10 kimidir. I, J deyirik biz ora. I-nin qiyməti birinci nə olur? 0 olur, düzdür? Bax bura. Doğrudur. Sonra J-nin qiyməti olur 1, 2, 3 ta n-ə qədər, düzdür? Onun üstündə baxaq da. Burada biraz tapıb şey Sən eləyənməyəcəm. bu xəritəni anlamasan sən onu anlaya bilməyəcəksən. Bax matrisi mən sən anlaman üçün bax matrislər, bax bunlar matrisin indeksləridir. Okay? Bax birin biri. Bax ikinci burada arta gedir, birinci sabit olaraq qalır. Fikir versən, bax ikinci arta gedir. Bax birin biri, birin ikisi, birin üçü, ta birin n-ə qədər. Gördün? Sonra 2-nin biri, 2-nin ikisi, 2-nin üçü ta 2-nin n-ə qədər, ta axıra qədər m-in n-ə qədər gedir bu proses. Okeydirmi? Mhm. Bunu başa düşdüm indi bu şey tablonu İndi amma indi ekranını paylaş. İndi sən o birisi ekranını paylaş. o birisi ilə başa Sənin düşmədim amma. ekranında da əslində eyni məntiq gedir də. Bax, qulaq as. Burada bax bu matrisdir. Birin biri, birin ikisi, birin üçü, birin dördü, Bu birin elə bil ki
i-nin j'si gedir də, yoxsa necə? i-nin j'si, bəli. i-nin j'si budur. Aydındır? Bunun indeks nömrəsi neçədir? Sən mənə bax bunu denə. Bunun indeks nömrəsi neçədir? Bax bunun indeks nömrəsi. 1. Xeyr. Yox, 1 2 2-dir. Şey 1-dir. Nədir o? 0 1. 0 1 olanda 1-dir, amma belə 1 2-dir. Bu indeks nömrəsi neçədir? Proqramçı 2. kimi. Xeyr. İndeks nömrəsi 01-dir. Bax bunu bax. Bunu ekran. Bax bunun yerinə bir Hə, dənə bu sınava bax, hayır. sıfırın 1 dediniz. Yox, bir dənə bax indi sən deyəcəksən. Bura bir dənə K yaz. Bax bunu sil. Bu düz xətti sil. Yerinə bir dənə K yaz. Hı -hı. Okey. İndi main-in içərisində bax bunları al kommentə. Bunları al kommentə. İlk olaraq 21 ilə 22-ni al kommentə. Ay. İndi main-in içində oyunçu bax bu kanı ekrana çıxart mənə. Main-in içində kanı yazdır ekrana. Deyirəm necə yazdıracaqsan? Main-in içində K-nı Kanı yazdım. ekrana yazdır. Oyun cədvəlini çağırmalıyam. Çağırıb. Onu necə eləyəcəm ha bir dəqiqə. Sıfırın sıfır birincisi. Sən Belə print deyil. eləmədin, o ekrana nətər veriləcək? Print eləmədin sən heç onu. Düz getmir amma. Yox, səhv elədim nəysə. Yox, mən səndən kanı ekrana çıxartmağı istəyirəm, kanı. Oyun cədvəlinin Afay. sıfır. Bura bir şey yaz, nə? Bax bunu götür at print line-ın içinə. Ya yuxarıda yazırsan, sonra aşağıda tam başqa bir şey yazırsan. At onun içinə. Okay. Run elə görək. Nə K çıxdı? Hı, çıxdı. Necə çıxdı? Elə bil sıfırın Ay sağ. birincisi. Birincisi. İndi gəl bax burada bu plus var ha. Bax bu plus. Bu plusu sil yerinə o yaz. İndi o onu çıxart ekrana mənim üçün görüm. Onda olacaq 0 1 0 1 1 2 3 bir də dəqiqə deməli 3-ün onu bayaq eləmişdim şeydə, o günlər eləmişdim. Yadımdan çıxdı. 0 1 2 3-ü. 3-ün 3-ü yoxsa 0-ın 0 bir Bilmirəm, onu dəqiqə. sən biləcəksən. Necə saydın? Bu elə bil ki, üstdən aşağı 0 0, 1, 1 2 4 və 3. Düzdür? Sonra nə 1 2. edirsən? 0, 1, 2, 3. Amma o gün demişsə, təxmini o günləri mən başa düşmüşdüm. Orasını da rahat eləmişdim mən. Aha. Aşağıda set Bu da onun eləyib. kimidir. İndi keçək indi şeyə. İndi keçək indi aşağı. Oyun cədvəlin foruna keçək. Bu hissəsini bu hissəsini rahat idi eləmişdim. Başa düşmüşdüm Aysə, onun indi keçək nə indi yazdım. oyun cədvəlin forun içinə. Keç forun içinə. Forun içində nə olur? Gözlə. İndi sən burada belə elə, bax Faik. Burada i vergül j-ni yazdır ekrana. Yəni cədvəl sözünü sil oradan. Sil. Dırnaq içində, dırnaq içində. Dırnaq içində i vergül j-ni yazdır ekrana. İyi Necə vergülcüyəni yazılır? mən əslində belə yazdım olarda, deyirdim belə bir dəqiqə. Dollar i. Niyə şey Dollar i? özümü itirdim bir dəqiqə. Hə, öz boş yerə İyi. yetirirsən. Sizin bu Android developerlərin hamısında var bu. J. Yazdırdın. Okey. Get yuxarıda çağır işə düşsün də o. Bax deməli bu Komment aldıqlarını çağır mən işə nə düşsün. bu da bunlar deməli bunlar almalıyam. Run elə. İndi belə elə. Gözlə. Niyə İndi aşağıya scroll elə. Orada
O kvadrat mötərizə, onların arasına vergül qoyubsan, qoyubsan. Tak, tak, tak. İndi belə elə. Bax, print line-ı da aç da, aşağıdakı print line-ı da aç. Elə buna görə deyək bəlkə də. Okey, run elə. Əla. İndi qaldır yuxarı bir dənə görək orada vəbşə bizə nə çıxır. Yox, yox, elə yox da, elə yox. Gözdə elə yox. Bax biraz Bunu qaldı. Hə, isə onu qaldır yuxarı mən görüm də ekranı. Ekranı görüm və sənə izah edeyim. mən bunu biraz qaldırmaq istəyirəm. Bunun şey niyə gəlmədi bura? Sənə klik eləməlisən ki, birinci qalxsın da. Üstünə yox. Üstünə klik eləyirəm. Yox, qırağından tutmalısan. Bax, buradan tutmalısan, Fay. Görərə xətti çəkdim mən. Gəlmir axı. Onu da biraz aşağıdan tut. Buradan da tutsan gəlmir. Sıfır Buradan da təzədən tutsan. run elə. Bunu tərsən ran elədik. Mhm. Təzədən run elə. Tamam, biraz. Gəlməli də. Nəysə, O gəlmir burada. eybi yoxdur. Yavaş. Elə ekrana yerləşsin sən deyəcəm. Hə, de gəldi, hə? Tamam, gözlə indi. Çox getmə. Gözlə. İndi belə eləyək. Bax, nə çıxdı ekrana? Nə çıxdı? Bax, Bunlar nədir belə? məndə 1 2 göstər. Qalx 0 1 yuxarı. 2 3. Hə, bayaqçıların şey variantı da, rəqəm variantıdır. Ay sağ ol. Prosto bunların soluna, sağına boşluq qoy. Gözlə də. Gözlə. Qalx yuxarı. Bunlar da bu da. Yox, düş. Bayaqki hissəyə get. Forun içinə get. Orayla unut. Oranı unut. Forun içinə get. Gözlə. Mhm. Burada sağdan bir dənə boşluq qoy. Sağdan bir dənə boşluq qoy ki, bax J-nin sağından bir dənə boşluq qoy. İnran elə tamamlayasan deyə. Okey. Bax hələ fərq. Nə düşüb bura? Sıfırın sıfırı. Sıfır nədir burada? Bax bu sıfır nəyi göstərir? Bax birinci sıfır. Nəyin qiymətidir? Qaldırım yuxarı, bunu yuxarıda sən. Baxma yuxarı. Yox, yuxarıda heç nə yoxdur. Burdan mən deyirəm. Bax burdan mənə göstər bu sıfır Sıfırın nəyin qiymətidir? Bu sıfır i'nin qiymətidir. Düzdür? İ'nin qiyməti sıfır olur. Tamam. Okeymi? İ'nin qiyməti sıfır olduqdan sonra gəlir girir bunun içinə bu for işə salır. For nə olur? Sıfırdan 5-ə qədər gedir. Yəni sıfırın sıfırı, sıfırın biri, sıfırın ikisi, sıfırın üçü və sıfırın dördü şəklində. Yəni i'nin qiyməti sıfır oldu, düzdür? Sonra j'lər işə düşür. Deməli bu ikinci hissələr j'dir. Aydındır? Okey? Verginin sıfır. sağındakı j'dir. Tamam mı? Yəni nəsə Yox, başa bax düşməyə. burada bax sən bax mən dinlə. Bax qulaq as. Bir dəfə işə debugger işə sal vəbşə. Gətir bura breakpoint qoy. Tamam indi. Stop elə bu proqramı debugger işə sal. Tamam, debugger. Okey, indi addım get. Görəcəksən. Deməli, i-nin yerinə bir də 0 qoydu. Aha, sonra nə olur gör. Sonra sonra Addım get. gəlir. J-ni oxudur. J-yə deməli bir dənə 0 verir. Verəndən sonra Hı. i ilə J-ni 0 olaraq yazdırır. Hara Ay, yazdırır? qalx, 0 olaraq. davam et. Ekrana yazdırır da print eləyir, terminala yazdırır. Terminalın hansı hissəsini yazdırır onu bilmək üçün, görmək istəyirəm. Konsola keç bura. Ana konsol. Deyə Bunu gördün? görmək istəyirəm əsas. Bu belə qalsın. Hı? Sıfırın Tamam. sıfırı hara yazılıb ki? Sıfırın Gözlə də sıfırı. bir Ana. next elə yazacaqdan next elə bir. Aha. Hə, İndi nə oldu? yazdı. Aha. Davam elə. Təzən gəlir. Buradan sonra 1 qoyur yerinə deməli i-nin. Qoydu mu? İ'nin Qoydu. yox, nəyin? J'nin. J ilə Hələ bitir. hələ hə. Hə doğrudan J-nin Sən içi bunu qalıb hələ anlamırsan. doğrudan. Ya bunu anlaya bilmirdin bayaqdan. İndi davam et. Mən bunu J-ni deməli təzədən J 0 qoydum. bitməyincəyə qədər i'ni artırmayacaq o. Yəni içəridəki Hə, dövrələr evin içinə giribsən. O evin içindəki otağı gəzmədən sən gedib başqa növbəti evə keçə bilərsən. başa düşdüm bircə dəqiqə. Next elə. Deməli, Next elə. deməli J-ni 0 şey hə, i həmişə 0 qalacaq, J artacaq ancaq. Aha, həmişə qalmayacaq. İndi bax birazdan dəyişəcək indi. 5-dən Yavaş sonra, get. 4-dən Gözlə, sonra. yavaş yavaş get. Aysa. Yəni 4-dən bundan sonra J Aha, qalxacaq şey. davam elə. Bax gəldi 5. Tamam, bax nə elədi bax. Print line elədi. Print line nə deməkdir? Bir sətr aşağıya düş deməkdir. Başa düşdün? Aydındırmı? Hansı print line? Burada print line-ı gəlib işə salmayıb.
Hə, hə, Bu print print line line onun dedi. üçündür. Bir sətir aşağıya keç. Deyir i'nin sıfırından işin bitirdin. Deyir hə. Deyir indi bir sətir düş aşağı. Başa düşdün? Bu print line o məqsəd üçün də istifadə etmək olar ki, print enter Əlbəttə kimi aşağı istifadə salsın. eləmişik də. Deyir bir sətir aşağı düşməsi üçün. Print eləyib ekrana. Ekrana nəyisə print elədikdən Yazılı. sonra bir sətir aşağıya düşmür o. Mən də deyirəm ekrana heç nəyi print eləmə, bir sətir aşağıya düş. Hə, hə, o məsələ. Bunları fikirləşmirəm də mən. O zamanla olacaq da. Davam elə, next elə, davam elə. Görək nə baş verəcək. Davam elə. Ha? Print line ilə saldım. Sonra Ondan sonra neynədi? məsələn Bax, neynədi gör. i-yə deməli bir qiyməti verdi. Aha, indi başlayacaq Aha. birlərlə yoxlamağa. Aysa, i'nin birləri ilə yenə də j-ni təkrarlayacaq. 0-dan bir 4-ə qədər. 5-ə qədər daha Hmm. doğrusu. Okey. Şeyini Sonra 100 gələcək 4 sona çatacaq. Tamam. Sona çatdı. Bir sətir düşdü buradan sonra aşağı, gördün? 3-ü də elədi. 4-ü görməli necə eləyəcək. Aha, 4 elə. Axırında 4-ü 0 1 2 3 4-ü də elədi. 4-ü eləyəndən sonra eləmədi. Hə, print line abzası keçdi. Keçəndən sonra 5 eləməməlidir. Hara atmalıdır onu? Hə, Atdı axı. 3-ə çıxarmalıdır. İndi başa düşdünmü Hə, bunun işləmə ardıcıllığın? başa düşdüm, hə, başa Qaranlıq düşdüm nəsə amma qalmadı ki. yox, bunu başa düşdüm amma bunu desəz ki, yaz faiq mən yazam mənə. O hələ indi başa düşməsən. Mən özüm belə başa düşdüyüm şeyi sırazı yaza bilmirəm. İndi Ctrl Z ilə qaytar əvvəlki vəziyyətinə kodu. Öyle burada bir dənə haqqa getdim. Yəni bunu nətər qaytaracam axı. Ctrl Z ilə, Ctrl Z ilə. Yox, elə yox. Bax bura Command Z, bax bura gir, Command Z elə. Ya bildim, çaşıb əlim öyrəşib şeyə Windowsa. Aha, Elə yavaş yavaş. Yavaş yavaş. yonsu paylaşım şeylər getməlidir. O şeylərə çatmalıdır, nədir, hava bunlara çatmalıdır. Get get. Yuxarıda kayləm. Get. Və bunlardan sonra vəsiyo məncə. Bunu düzəldəndən sonra vəsiyo. Bundan sonra məncə olmalı deyil. Aha. Normal işləmir. İndi tamam. Nə oldu? İşlədi mi? İşlədi, hə, başa düşdüm. Okey. Davam eləyək. Başqa dayan, hə. Buranı anladın, Burada, değil mi? Buyur. hə, Nə nə üçün? sualın var? Yox, yox. Bu hissəni indi mənə izah elə görə bu hissə nə işə yarayır? Görə yalanlamısanmı? Bu hissədə deməli nə edir? Mhm. Equal say deməkdir. Birinci onu deyim ki, əgər IJ şeydir də elə bil. Nə tərəf baş salınma. Deməli, əgər boş elə bil boş yox bir dəqiqə mən nə edirəm? İzah elə. Burada elə bil o şeyin girdiyi rəqəm, adamın girdiyi rəqəm əgər x-dırsa Kod ortadan o elə. başlamır. Stop, stop, stop. Kod ortadan başlamır, Faik. Kod yuxarıdan aşağıya doğru gedir. 57-ci sətirdən sonra başla izah eləməyə. 57-ci sətirdən setbox. Setbox əslində şeydir də, burada biz yaratmışıq, Hı? budur. Okey, bil. Budur. Bu da Burada elə oldu. bil hər dəfə istifadəçi bunu elə bil ora şeyləmişəm ki, orada istifadəçi hər dəfə 1 girəndə sıfırın sıfırıncısına yazsın. Yəni elə bil bayaq cədvələ qayıdırıq da. Bəli. Bir elə bil yerlərini müəyyənləşdirirəm də. 1 Keç indi yazsa əgər aşağını izah elə. İndi keç select box'un için mənə izah elə. o şeydə axı elə ora o buradır da. Yo bildim də neyniyir orada? Bax məsələn Bunu 58-ci sətir nə onu işə yarayır? Yo başa bunu ha düşdüm. orada çağırmışam. Burada da o deyir 58-ci ki, sətri əgər izah elə mənə. bu şey demək ki, yəni boş yuxarıda boşdur şey yaratmışdım da mən bir dənə. Hə, hə, boşdur yaratmışdım. Boş qoysun. Bir dəqiqə nə? Hə, şeyə görə deyəcəm. Bilirsiniz nəyə görə? Bu ona görədir ki, əgər tutaq ki, mən belə deyim də, bura məsələn x yazmışamsa, Hı. təzədən ora o yaza bilməyim də, təkrar Nice. olunmasın. Ancaq Yəni, mhm. ancaq yəni elə bil ki, yazandan sonra ikinci dəfə yazıla bilməsin də. Ona görə mən belə şeydən istifadə eləmişəm. Şərt qoymuşuq ki, i-nin oyun cədvəlinin i və j-inci elementi, yəni i, j nədir? Seçdiyim elementdə tutaq ki, 0-0-cı elementi bərabərdirsə boşa,
Boşa. Bəs boş Boş. nədir? Qalx yuxarı boşu göstər. Boşdakı boş deməkdir də. Yuxarıda boş qoymuşuq. Boşda bir dənə dəyişəndir, 3 dənə boşluq var içində. Boşa bərabərdirsə düş aşağı, nə etməlidir? Mhm. Nə etməlidir? Yəni, deməli, eləməlidirsə şey, təzədən şey daxil eləməlidir. Nədir onun adı? O hansı oyunçudursa, o həmin İstifadəçi daxil oyunçunun eləməlidir. simvolunu ora İstifadəçi də daxil etməlidir. oyunçu da elə bil oyuncu daxil eləməlidir. Oyuncunu da şərt qoymuşuq ki, burada. Yəni oyuncu əgər X oyunçu daxil eləyirsə, o eləsin. O eləmirsə X eləsin. Aysa, belə deyim də, yo birinci cari anda aktiv oyunçu kimdirsə, onu daxil eləsin. Sonra isə buranı izah elə görüm. Bax bura aktiv olan, Bura yəni isə iş edən oyunçunun simvolun yazması üçündür. Başa düşdün? İndi bunu izah elə mənə görə. Bu nə işə yarayır? 60-cı sətr nə işə yarayır? 60-cı. Aha. Burada deyək ki, əgər oyuncu Mhm. X-dırsa, o mən bilən yuxarı şey yazmışdıq yuxarıda. X o, hə. Mhm. Əgər X-dırsa, oyuncu elə bil nədir deyim o sözü. Adam quraşdırdı bilmir sözü. Necə Bax deyim ki, deyirsən, oyuncu X-dırsa, əgər o axırıncı yazdır. gedişi edən, bax, axırıncı gedişi edən oyunçu X-dırsa, O daxil oyunçunu edin onda. O-ya indekslə. Yox, X deyilsə, yəni Onda O-dur, X, hə, onda oyunçunu növbəti X-a mı? sistemində elə bil. Necə? Növbə sistemində elə bil Ay bunu sən növbə qurursan da, deyirsən ki, X gediş etdisə, növbəti gedişi edən O olacaq, o o gediş eləməlidir. etdisə, növbəti gedişi X eləyəcək. Başa düşdün? Hə, bu opsi if qoymuşam da, əgər deyirsə boş xana yaz. Bəli. Yəni səhv girəndə də elə bil ki, eyni yerə girəndə Aha. sözü versin boş xana. Boş xana versin. Bəli, doğrudur. Tamamilə doğrudur. Başa düşdünmü? Başa düşdüm amma sabah soruşun. Sabah Daha düzdür, sonra başa da düşmüşəm amma biləcəksən. Ta sən bunu başa düşənə qədər, yəni uje giribsən bu yola. Burdan geri dönüşün yoxdur, bəy. Bir dənə bir şey var, öyrənəcəksən. Çarəsi yoxdur. Qalx yuxarı. İndi gözlə. Mənə indi izah elə nəyi? Bax, mənə bax bu metodu izah elə. 25-ci metodu mənə izah elə. set oyun cədvəlidir. Elə bil ki, Nə işə? bu Sətir. hissəsini dedi. Sətirsə deməli printdən başlayım onda burada. Deməli yazdırır ekrana daxil edin. Oyuncu trim sözü də nədir? Yəni x ya da 0 hansısa istifadəçi şey eləyəndə yazanda sağında solunda şey eləməsin. Nədir? Boşluq qoymasını trimdən istifadə eləmişik. Bəs. Hı? Bu isə sadə şeydir də. Nədir? Skyner'in şeyidir. Mhm. Rəqəm daxil etməkdir. Int integer şeyində tipində. Aha. Bu aşağıdakılar da o deməkdir ki, tutaq ki, istifadəçi əgər 1 yazarsa, o zaman elə bil sıfırıncı indeksdə elə bil sıfırıncısını yaz, sıfırıncı xanasında yazsın. Yəni o xanada yazsın. Sıfırın sıfırıncısını Deməli, apar neynə? Bir dənə elə yay bil oraya 1 ya da yaz. onu yaz. Əgər məsələn 2 yazsa, 2 deməli sıfırın ikinci ortada yazdıracaq. 3 Aha. yazsa, şey nədir? Üçüncü şeydə yazdıracaq, xanada yazdıracaq. Elə bir yer şeydə sistemidir. Bəli. Yerləşdirmə. Yerləşdirmə. Düşə aşağı. Əgər şey eləsə, səhv eləsə, tutaq ki, nə bilim, ım, səhv eləsə deyəndə rəqəmlərə görə səhv eləsə də 10 zad yazsa, yazacaq da yanlış daxil edilib. Okey, tamam. Sual var bura qədər? Yox, buna yoxdur. Tamam. Onda indi mən ekranı paylaşıram, davamı yazaq. Bu hələ bitmədi. Sən elə bilirsən burada yol qət eləmişik. Burada heç nə deyə də yazdığımız. Yaxşı nəsihətdir. Yaxşı nəsihətlərdir. Reallıqdır bu, reallıq. Da işiniz rahatlaşıb. Dizayna keçmisiniz, nə vecimiz artıq. Da şey, bu baxımdan nisbətən rahatsız. Bax, empty. Sən bax buranı yazmayıbsan, bax faiq. Mən empty qoymuşam. Görürsən sırası qəşəng oxunur, görürsən? Boşluq, boşluq, boşluq. Bax xəritəni buradan da görmək olur. Bir dənə fikir ver faiq bax. Hə, bildim. Boş olan hissəsi, hə. Görürsən? Yox, cədvələ başa düşmüşəm, onsuz. Görürsən bax buradan da qəşəng görsənmək olur. Hə, indi nə qaldı bizdə? Deməli, oyunumuz belə eləyək.
Run eləyirəm. Niyə run olmadı? Map game board. Game board'u map eləyir. Game board'u çəkdi burada mənim üçün. Sonra bu neynir? Bu game board'u çəkir. Okay, sadəcə game board'u çəkir. Sonra set game board. Set game board neynir? Məndən bir dənə dəyər alır. Deyir ki, o dəyərə uyğun seçim elə. Map game boardda neynir? Map game boardda bu işi görür. Deməli, data göstərilir. Set neynir? Set də gedir. Oranın boş olub olmadığına baxır. Boşsa yazır, boş deyilsə yazmır. Mükəmməl. Okay. İndi nə edirik? Deməli faiq. İndi nə iş görürük? İndi biz bunu qurduqdan sonra gəlib bir dənə yoxlamağımız lazımdır ki, kimsə udubmu yoxsa yox. Bax gəlirəm yazmağa. Babrava faiq. Gəlirəm yazmağa. Deyirəm ki, birinciyə yaz. Görsən yazdı O bir. işdən istəyirdim və mən eləyəm. Elə ondan sonra onun üçün uğraşdım, aldırabilmədim. Sonra deyirəm ikinciyə yaz, olsun. 3, 4, deyirəm beşinciyə yaz. Yox, üçüncüyə yaz. 3 dördüncüyə yaz. Dördüncüyə yazdı, düzdür Faiq bax. Sonra deyirəm Hı sən də -hı. beşinciyə yaz. Sonra deyirəm 6, 7, 7-ciyə yaz. 7-ciyə yaz deyən kimi nə baş verməlidir? Bax, X oyunu udub. Düzdür? X Hı oyunu -hı. uddu da, doğrudur mu? Bura bax. X oyunu uddu, düzdür? Hı Ümumiyyətlə bu -hı. oyunu udmaq üçün bəlli bir şərt var da, doğrudurmu? Bu hansı şərtdir? Bu şərtdir. Deməli, bizim indekslərin yazıram buna. Sıfırın İndekslər yazmaq sıfırı. lazımdır Necə? hamısını. Necə? Bunun hamısını yazmaq lazımdır ki, hər ehtimal yazmaq lazımdır. 3-ə bərabərdirsə və yaxud da belə bir şeylər nəsə yazmaq lazımdır. Hə, hə, aysa. İndi onu da yazacağıq da. Deməli, bizdə bax nə lazımdır? Sıfırın sıfırı bərabərdirsə buna, bu da bərabərdirsə buna. Okay. Hmm. Sonra bu bərabərdirsə buna, bu bərabərdirsə buna, bu bərabərdirsə buna. Deməli, bir şərt, iki şərt. Sonra bu bərabərdirsə buna, bu bərabərdirsə buna, bu da bərabərdirsə buna. Üç şərt. Tamam. Sonra Hı -hı. tərsinə başlayır bu. Bax, burdan bunlar bir-birinə bərabərdirsə bir şərt, bunlar bir-birinə bərabərdirsə iki şərt, bunlar bir-birinə bərabərdirsə üç şərt. Okay? Sonra Bəs bu hə, onu deyək. bir şərt, sonra bu bir şərt. Deməli 6, 7, 8. 8 dənə burada şərt var. Tamam? Niyə ortadan da var axı? Ortada yoxdur ya xanı. Ortadan bəs ortadan da şey olsa nə olacaq? Düzünə. Qurduqda onu bax belə qurmuşuq da onu. Deyə Yox, bu. uzlamasına. Bunu da qurmuşuq da deyə da burada. Hə, yaz. Hə, üstünə xətt çəkməmişik. Mən deyirəm. Hə, 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 3-ün 3-ə də elə birindən hə, xətt bildim. çəkdim, birini dairəyə aldım. Hə, bildim. Bildiyin, yəni sətirlər və sütunlar üzrə. İndi onda mən nə edirəm? Mən keçirəm aşağıya. Bax bura. Burada bir dənə oyunun bitməsi anı üçün bir dənə val, deməli game end. Von Gamer. Hı? Von Gamer nə? Hə, gaming. Game Hə. end deyə bir dənə array düzəldirəm. Array of. Və bu array of-un içərisinə də oyunun udulma şərtlərini yazıram. Deməli, indeks nömrələri saxlayacağam burada. Deməli, 3 dənə sətir üzrə element var. Düzdür? Doğrudurmu? Sətir üzrə 3 dənə. Deməli, bax sətir üzrə 3 dənə. Düzdür? Yazıram array Birinci, of. uz, birinci uzunlamasını eləyək hamısını, şərtləri, sonra n-ə, sonra crest diaqonal formasında. Anlamadım. Birinci, hə, bu sizin ekrandır, yoxsa mənim ekran? Sizin Sətirlər ekrandır, üzrə. yox. Bax, birinci var sətirlər üzrə. Bax, faiq var Hə, buralar. birinci, hə, onu deyirəm. Aysa. Birinci Yazıram şərtdən, üç sıfırın dənə sıfırı. şərtdən. Okey. 3 dənə olacaq da. Array of. Sıfırın biri yox, sıfırın ikisi. Düzdür? Sıfırın ikisi. Düzdür? Doğrudurmu? Hı. Sonra Hı -hı. array of. Nə olur? Sıfırın 3-ü yox, sıfırın 4-ü. Düzdür? Sıfırın 4-ü. Doğrudur? Hamısı Bu 0, kim? 2, 4 üzərində. Prosta 1 artırmalıyıq. Bax bununla bu və bu bir-birinə Hə. bərabərdirsə. Düzdür? Hamısı 2, 2 artmalıdır. Hə, indi ora gələcək də səbirli ol. Bax sonra gəldik bax bu. 1 ilə işimiz yoxdur 2. 2-nin sıfırı.
2'nin 2'nin 0'ı, 2'nin 2'si, 2'nin 4'ü. 2'nin 4'ü. Düzdür? Hı Sonra nə hı. olur? 3 4'ün ikimiz yoxdur, 0'ı, 4. Düzdür? 4'ün 0'ı, 4'ün 2'si, 4'ün 4'ün 2'si, 4'ü. 4'ün 4'ü. Deməli, Hamısı 2. sətirlər üzrə, yəni bu sətirlər üzrə oyunun uduş mexanizmin yazdıq. Düzdür? Doğrudurmu? Hı? İndi sütunlar üzrə yazırıq. Array of. Sütunlar üzrə nədir? Yenə sıfırın sıfırı. Düzdür? Sonra 0'ın 0'ı, 1, array 2. of. Sonra nə olur? 2'nin 0'ı. 2'nin sıfırı. 3'ün Ay 0'ı, say. 1, 2. 2'nin sıfırı da Hadi düzdür. 2'nin 0'ı. 0, 1, 2. 2'nin sıfırı. Düzdür? Sonra bir Aha, dənə də array sonra of. 4'ün 0'ı. 4'ün sıfırı. Okey? Sonra 0'ın 0, 1, 2. Sonra 0'ın neydi? 2'si. Sonra olur nə? Yoxsa Sıfırın. 0'ın 0'ı. Ay 0'ın yox. 0'ı. Bura gəlibsən. 1, 2. Ha onu elədik oradan. Ha onu elədik. Yəni Ay 0'ın 0, 1, 2. sıfırın 0'ın 3, 4. 0'ın 4'ü. ikisi. Yox. 2'nin ikisi. 4'ün ikisi. Bax belədir Bir də. dəqiqə Bax biz nə sıfırın. edirik? Bir dənə baxım. Yəni təzədən biz nə edirik? Bax bunu eləyirik. Bax bunu. Hə, söz onu da bildim. Hə, söz. Aysa nə olur? Deməli Sıfırın 0'ın 0, ikisi. 0, 1, 2. 0'ın ikisi. Sonra Sonra 2'nin ikisi. 10'un ikisi. 4'ün Sonra ikisi. 4'ün ikisi. Hı Əla. hı. Okay. Sonra bir dənə də nə edirik? Bu dəfə O dedik. birisini. Aysa. Sıfırın olur nə? Ola Daha o birilər yerində qalır məncə. Bir dənə ikincilər dəyişir də. 0, 1, 2, 3, 4. olur Hamısını sıfırın 4 dördü.